Əvəzlik. İngilis dilində əvəzliyə pronoun deyilir. Biz belə bir mövzu keçmişik sizinlə. The noun. The noun. Noun hansı mövzudur uşaqlar? İsim, bəli. İsim mövzusu keçmişik. İndi pronoun var. Belə bir əlaqə qurmaq üçün bunu belə yadda sınıflardır. Yəni, isim, pronoun, yəni ismin bir üstü, isimlə əlaqədar mövzudur. Əgər biz ismini bilməsək, ümumiyyətlə əvəzliyi bilmək qeyri-mümkündür. Çünki isimlə bağlıdır. Yaxşı mı, Əlişan? Bax, məsələn, göstərəcəm indi əlaqəsini. Əvəzlik bilirsiniz, Azərbaycan dilində də müəyyən əvəzliyin növləri var. Hansılarda olar? Şəxs əvəzliklərdir, yəni əvəzliklərdir, qayıdış əvəzliklərdir, bilməm, asılında var yox. Amma ingilisində 11 əvəzlik növü olmalıdır. İndi gəlin baxaq. Bunlardan birincisi hansıdır? Personal pronouns. Əvəzliyin sözündən hansı, yəni əvəzliyi? Bəli. Şəxs əvəzliyi. Pronouns. Personal söz. Personal pronouns nə olduğunu bilmək üçün personal sözünü bilmək lazımdır. Personal sözünün keçmiş nədir personal? Şəxs, bəli, insan. Personal yəni şəxs əvəzliklərdir. Personal pronouns özü iki qrupa bölünür, iki yerə bölünür. Ayxan diqqətlə qulaq asın. Yox, qulaq asın. Bilmədiyiniz yerdə soruşun məndən ki, nəyə başa düşmədiniz. Şəxs əvəzlikləri özü iki yerə bölünür. Adlı hal və obyekt hal. Adlı hal, obyekt hal. Sizcə bunun fərqi nədir? Təbii ki, başa düşməməyiniz normaldır. Çünki obyekt hal deyə bir hal Azərbaycan dilində bilirsiniz ki, yoxdur. Var mı? Var. Obyekt halımız yoxdur bizə. Aha. Əvəzlik üçün adlı hal. Gəlin baxaq. Biz həmişə sayırıq şəxs əvəzlikləri. Mən, sən, o, biz, siz, onlar. Biriniz kim sayır bilər? Gülay sayır? Mən, sən. Yox, İngiliscə. Mən yox. Mən sayım, bəli. Ay, yox. Mən sayım. Qarşı, niyə mən? Aha, Ayxan deyək. Ay, he, she, it, we. Doğrudan izah ediyorum o şəxs əvəzliklərimiz var bizim. Onlar hansıları say? Şəxs əvəzlikləri. Mən, sən, o, biz, siz, onlar. I, you, she, we, it, we, you, they. Aha, əla. Gəlin yazaq. I, you, he, she, it, we, you, və Z. Bunu alçı tanımlarınız vacibdir, əzbər bilməz bunu. Yəni, qarışdıranlar bunu yaxşıca bilsinlər. Ay, you, she, it, we, you, Z. Deməli, uşaqlar, ay nədir? Ay, mənim. Salam, gəl buradan. I, you, he, she, it, we, you, Z. Bu nədir? Şəxslər. Şəxslər, bəli. Şəxslər deyəndə. Ay nədir mən? Sən. Yoxdur sən. Sən. O, kişi. Nədir? O, kişi. Şey, o qadın. Qadın. O, qadın. Bir, cansız. O, cansız. O, cansız. Cansız və... Biz. Belə yazaq, əşya və heyvan. Əşya və heyvan. We is... Biriz. Yox, siz. Siz onlar. Siz. Mən deyəndə bir nəfər elə məndir, düzdür. Sən deyəndə bir nəfər tutaq, mən deyirəm, baba hansı sən? Düzdür, bir nəfər nəzər tutduq. He deyəndə, she deyəndə, it deyəndə o nəzər tutduq. He, she, it, niyə üçlənir? Azərbaycan dilində bir dənə o var, mən, sən, o, biz, siz, onlar. Görürsünüz, Azərbaycanda bir dənə o var, İngilisdə 3 dənə o. Bəli. Mənim Azərbaycan dilində orada ayrılmırıq da, qadındır, heyvan, Bəli. Amma İngiliscədə heç nə deyib, hansı ki saldım, Bəli, məsələn, Azərbaycanda desək ki, o gəlir, biləcəksən sən kim gəlib? Yox.
Yox, bilməyəcəksən. Yəni hansı cins kişi gəlir, qadın gəlir, yoxsa hansı bir heyvan gəlir biləcəksən biz ya? Yox. Bilmirik də İbrahim düzdür. Amma ingilis dilində əgər o gəlir, he is coming desək, onu bilirik ki, kişidən söhbət edir. Və ya she is coming desək, bilirik ki, hansısa bir qadına söhbət edir. Və ya burada it is coming desək, bilirik ki, hansısa bir heyvana söhbət edir. Dostum, əşya indi gələ bilməz, amma ki, məsələn, taki robotdur və yaxud da heyvan, hansısa bir heyvandır, gəlirsə və yaxud hansısa bir maşındır, bizə tərəf gəlirsə, deyək ki, it is coming, o gəlir mənə tərəf. Okay? Aha. Bəs biz deyəndə bizim kim nəzərdə tuturuq? Biz. Biz məndən Başqa. başqa bir şey. Bəli, bəli. Gülay, bax sən biz demək üçün özün də orada olmalısan, biz deyəsən də, düzdür? Sən bu cərgəni taktik göstərmək istəyirsən. Demək istəyirsən ki, bizim cərgə. Sən orada özün oturmayıb deyə bilərsən ki, bizim cərgə. Və bu cərgəyə nə deyirsən? Bizim cərgə deyirsən? Sizin cərgə. Çünki özün orada yoxsan. Onlar Bəli. Yəni bax, sən özün orada olmasan biz deyə bilməzsən. Düzdür? Sən buradasan deyə biz deyirsən. Deməli, biz demək üçün başqa bir şey. somebody. Somebody deyirsiniz də kimsə. Və yaxud anyone. Yəni, somebody nədir? Kimsə. Yəni, mən və kimsə olmalıdır biz demək üçün. Siz demək üçün həmçinin sən və kimsə. Düzdür? Onlar demək üçün bəs. Bir neçə nəfərin adı olmalıdır, düzdür? Onlar içində olmalıdır. Məsələn, deyək ki, Ayxan and Gülay and Flankes. And gördüğünüz anda Zeyi seçirsiniz. And'i harada gördünüz, Zeyini əvəzləyirsiniz. Yəni, şəxs əvəzləyirsiniz, bizdən. Yəni, uşaqlar, biz and görə bilərsiniz burada da. Onda deyəcəksiniz ki, burada da and görmüşlər. Nəyə görə? Elə burada V ilə əvəzdir, burada Z ilə əvəzdir. Ona görə ki, ay və and olsa, ay plus and olsa, onda olacaq V. Amma özümüz yox, başqa bir neçə nəfərin adından və yaxud mənim anam və atam, mənim nənəm və babam. Görürsünüz, onlarla əvəzləyərik də biz bunu. Əlişan, düzdür? Hə. Oldu bu. Bunu başa düşdünüzmü? Bununla obyekt halına geçiyor. Obyekt halı gələcəm. Bir də adlı halını izah edeyim sizə. Obyekt halı yazacağım. Adlı hal. Sual nədir? Mənə sual deyil, bu verin. Bəli. Kim? Bu. İngiliscində kimə? Bu deyilir. Yaxşı. Kim? Bir dənə əşyalara sual verəndə nə deyilir? İşte düzdür. What? Yəni bunu sorarsa hal-hazırda ehtiyac yoxdur, sadəcə testdə qarşınıza çıxan deyil. Sadəcə bilin ki, bu suallar nədir? Bu getdiyində uşaqlar. Yəni, baxaq, işlənmə yerinə. Hər zaman personal Kaprikalda başlayır. Cümləni əməl. personal pronoun hər zaman Kaprikalda. cümlənin Evet. əvvəlində gəlir. Bu birinci yadda saxlamalı olduğumuz qaydadır. Məsələn, şəxs əvəzində bir söz deyir. I like ice cream. I like ice cream. Gəlin baxın. I like ice cream. Ay, birinci. Gördünüz mü? Ay birinci gəlir. Ben mesela sual formasına çevirme olur. Sual formuna çevirmək Do olur. you like ice cream? Hə, dur qoyaq. Onun istehsal üçün yəqin ki, yadınızdan çıxıb, amma yenə də digər dərslərimizdə izah edəcəm. Hal-hazırda əvəzlik mövzusunda buna ehtiyac yoxdur. Deməli, ay, gördünüz cümlə əvvəlində, cümlənin ortasında və ya sonunda bunlar heç vaxt istifadə olunmaz. Həmişə cümlənin əvvəlində gəlməlidir. Məsələn, testdə bizə verir 3 nöqtə, sonra da cümləmizdə düzdürmü, like məsələn, layiq nəsə. Gör ki, cümlənin əvvəlidirsə əgər, cümlənin əvvəlidirsə nə seçəcəyik? Bunlardan birini. Bu cəbdə gözümüzün qabağına gəlməlidir. Aha. Amma ortada və sonda gəlirsə, onda obyekt formu seçməliyik, onu da izah edəcəm.
Və ikinci qayda, şəxs əvəzini üstə gəl. Artık. Üstə gəl, xəbər olmalı. Xəbər də bizdə nədir? Yəni, feil olsun və bizim şəkilçilərimiz, xəbəri şəkilçilərimiz olsun. Am, is, are, was, were və yaxud da will. Yəni, bunlar bizim zaman şəkilçilərimizdir və bizim bütün feillərimiz şəxs əvəzindən sonra gəlir. Aydın tanıyaq. Bax, bu hayət nədir? Şey. Neyse ki, Xoşlamaq, düzdür. Sual verir buna. Xoşlamaq deyəcəm. Xoşlamaq. Neyi? Var. Ne için? Xoşlamaq sözü. Ne etmedi? Nə etmək? Ne etmedi? Xoşlamaq. Gördün, hərəkət var burada. Hərəkət deyən xəbərdir, düzdür. Müftədandan sonra xəbərlə. Bəli. Həm də bilirsiniz də, bunlar müftəda vəzifəsində işlənir. Şəxs demək istəniləcək müftəda nədir? birinci. Bax, bu cümlənin gəl müftəda xəbərinə baxaq. Kim? Ben. Mən. Nə edirəm? Xoşladım. Nəyi? Bana. Və bilirsiniz də, İngiliscə cümlə strukturu, mübtəda, xəbər, Tamam. tamam. Amma Azərbaycanda bilirsiniz ki, mübtəda, tamam, sonra xəbər gəlir. Amma İngiliscə xəbər hər zaman harda gəlir? Bilay? Müftədanın sonra müftədanın sonra. Bəli, mübtədadan sonra. Müftədanın xəbər verilmiş. Bu oldu bizim ikinci. Bunu yadda saxlayırsınız, ya da yazırsınız. Mən də yazmışsınız var. Ben. Sən yazmamısansa, yazarsın, atacağım sənə, yazarsın. Boş var. Vaxtımız getməsin, gedək. Obyekt hal. Tamam, obyekt hal nədir? Bu adlı hal, düzdür? İndi gedək gələk obyekt hal. Tamam bir Yox, Ben sen. şahsen. necə? Sen şahsen. Deyək, yazın, sonra sayarız. Uşaqlar, obyekt Babaxan sayısı. Me, you, him, her, it, use, using. Az. Yol sen. Bəli. Bu oldu bizim obyekt. İndi uşaqlar sizə maraq gələcək ki, bunlar ikisi şəxs əvəzidir. Bunların fərqi nədir ki, niyə bunlar ikiyə bölürlər? Düzdür? Sizə belə bir sual Buna yaratdım. görə mən başlayacağım. Ben niye bunları ikiye böldüm? Çünkü mesela bunun tercümesi mənədirsə, Bunu bilmeyin. Ben bilmem. mənə, Anne şey. bəli, mənə. Görsən, fərq nələrdir? Əslində tərcümə cəhətdən çox da böyük bir fərq yoxdur. Amma bunlar özü ikiyə bölünür. Tərcümə cəhətdən fərqləri var bunların. Ki, mən, məndən mən. Sən, sənə sən. O, ona onu. O, ona onu. It, ona onu. Biz, bizə, bizi. Siz, sizə, sizi. Onlar, onlara, onları. İndi Ünvanlı mənsubiyyət olmalı. aha. Onların desək, onda olur yəni. Bəli. Bəli. Ben burada Azərbaycan ixlasları bu ilə mən İngilis ixlasları olmuşum. Çünki bu otaq İngilis otağı deyil. Hocam. O bir satı İngilislər tanrıda bu satı. Yəni ki, biz elə otaqlara qarışıq keçirik. Yəni bir otağa İngilis otağı verəcəm sizə. Aha. Yaxşı, uşaqlar. Bax, indi bunlar fərqinə baxaq, bunlar nədir? Bunlar bildik ki, cümlənin əvvəlində işlənir, mübtəda olur və ondan sonra feil gəlir, xəbər gəlir, düzdür? İndi gəlib baxaq buna. Birinci qaydamız. Birinci bir də bunun sualına baxaq. Sual nədir? Yəni, kimə kimi? Bu sualın tərcüməsi. Kimə kimi demək? Bu hangi olur məndiyimizə? Hal-hazırda testinizdə yoxdur məncə. Sualına aid bir hissə. Sadəcə birinci sual nədir? Kimin sualına nədir? Hansı sualdır məsələn? Sual cümlələri keçəcək və ayrıca orası lazım ola bilər. Amma uşaqlar, baxaq. Bunlar birinci qayda. Cümlənin Mənim Tamamlığı olur.
Bəli. Məsələn, itləmə işləmir obyekt almış. Sual olaraq. What olar yəqin ki. Which hansı? Bu kimə kimi? What yəqin ki. What getirsən. What. Kitabınız nə yazılır? Bəli, təbii. What yazılır, düzdürmü? Hə, what. Amma nə, nəyə, nə, what-u bəzən nə kimi və nəyə kimi tərcümə edə bilirik. Cümlənin ortasında və sonunda yəni əgər bu üç nöqtə var, bu üç nöqtə və yaxud altına xəçə gedir söz cümlənin ortasındadırsa və yaxud cümlənin sonundadırsa, Obyekt. onda bunlardan bir obyekt halına göstəririk, yaxşı. Gəlin baxaq, məsələn, bir cümlə deyək. He, me, baxın, o verdi, Tamamlı olaraq nə fikirdə? verdi. Nəyi? Kitabları kimə? Mənə. Uşaqlar, baxın, ilk nədir? Vermək. Feil, bəkiş görür, feil. Bu görürsünüz də cümlənin ortasında gəlir. O mənə onların kitablarını verdi. Düzdür? Cümlənin ortasında. Demişdik cümlənin ortasında işlənir. Düzdür? Bəli. Aha. Dedik, gəlin bir cümlənin sonunda işlənən variantına baxaq. Demişdik ki, cümlənin ortasında və sonunda işlənir. Düzdür, indi ortasında işlənir burada. Bir dənə də cümlənin sonunda işlənir. I want to go here with him. Mən ora Etmək istəyirəm. onunla getmək istəyirəm. Görürsünüz cümlənin sonuna gəlir. Cümlənin əvvəlində gələ bilərmi bunlar? Yox. Bunlar cümlənin əvvəlində gələ bilərmi? Yox. Gələ bilər uşaqlar. Yox. Əl üçün gələ bilər. Mən kim onu ona deyir. Hə. Anlamı necə deyir? İylədir. With ilə demək. Onunla. Bir də bunun əsas bir qaydası, baxın, yazıram buraya, ikinci qaydasını buraya yazıram. Həmişə heyldən və söz önlərindən Sonra. sonra işlənir. Feildən sonra görürüz, give vermək. Feildən sonra with sözündən sonra. Gördünüz? Gördünüz sən? Sözündən deyəndə biz nəyə cəlb? Feil deyəndə feil üstə gəlir. Obyekt olmaz. Sözünü harada gördük? Obyekt formu. Bir de sizə belə bir sual yaratılır ki, sözün nədir? Yaranlar Əlişan səndə belə bir sual. Sözün nədir? Sözün deyil. Gülay, səncə sözün nədir? Onun Yox, sözün əvvəldə gəlir. Sözün mənimiz bizim var. İlə, dan, dən, bəs bizim çəkilişlərimizdir. Bax, məsələn, sözünlər hansılardır? Dilin hansı? in, at, İn, on, at, For. with, for, we, from, nə bilim, into və s. Sözünlər bunlardır. İki qaydanı yadınıza saxlayın. Bunlar cümlənin hər zaman əvvəlində, bunlar cümlənin ya ortasında, ya sonunda, ya əvvəlində gələ bilməz. Deyə bilməzsiniz ki, me, give me, nə bilim, me, give, he, belə şey ola bilməz. Bunlar heç biri cümlənin əvvəlində gələ bilməz.
İndi belə bir sual yarana bilərsiniz də ki, bəs buradakı U-la buradakı U eynidir, buradakı it-la buradakı it eynidir. Bəs biz bunu necə ayıraq? Onu oradan ayıra bilərsiniz ki, əgər cümlənin əvvəlində gəlirsə nöqtələr, deməli bu itdir. Əgər cümlənin ortasında və sonunda gəlirsə, deməli bu itdir. Və yaxud feildən sonra gəlirsə, deməli budur. Əgər feildən əvvəl gəlirsə, deməli buradakıdır. Sözlerden sonra yapsa o büyük ihtimal. Sözündən sonra gəlirsə əgər, deməli budur. Bitir. Zaten cümlənin əvvəli sözündə işləndir demək var ki, ona görə cümlənin sonunda işləndiyinə görə zaten elə adil form kimi gedir. Ben of sözünü Bəli. Sözün kimi gedir, hə. O sözün, bəli, sözün. Aha, uşaqlar. Başa düşürsünüz bu qaydaları? Başa düşməyən var. Gülər, başa düşmədim. Ben sizə bu iki tane eynidir. Hə. Biz yazanda usta fərqli olmayacaqdı onlardan. Yox, bax, yazıda heç bir fərq yoxdur. Burada bir yazmasam, burada bir yazmasam. Amma fərq ondadır ki, əgər cümlənin əvvəlində nöqtələr verilirsə, sonra nəsə cümlə verilirsə, onda sən burada variantlı U verilirsə, biləcəksən ki, U buradakı U'dur da, bildin. Amma burada cümlə verilir, ortasında nöqtələr verilirsə, onda sən biləcəksin ki, U buradakı U'dur. Və yaxud da cümlə verilir, sözün sonuna nöqtələr qoyulursa, ona biləcəksin ki, buradakı U və buradakı U, bildin. Yəni, bu yadda saxlamanın qaydası odur ki, sadəcə bunlar harada gəlir? Sizlər ortasında. Bəli, bunlar cümlənin əvvəlində. Bunu yadınıza saxlayın. Yox. Yəni feil zat qarışıqsa biləcəksiniz ki, altına xətt çəkilmiş söz cümlənin əvvəlindədirsə, onda bunlardan birini seçəcəksiniz və yaxud nöqtələr cümlənin əvvəlində verilirsə, bunlardan birini seçəcəksiniz. Əgər nöqtələr və altına xətt çəkilmiş söz cümlənin ortasında və sonunda gəlsə, onda bunlardan birini seçəcəksiniz. Vacib olan qayda bunları əzbər yadda saxlamaq cədvəldir. Bildiniz? Bunu əzbər zaten bu uşaqlıqda öyrədilər. I, you, he, she, it, he, you say. Me, you, him, her, it, us. Use it. Rahat şəkildə say, they, you, hələ you'lar eynidir. We, us. She, her, he, him. Yəni çox rahat formadadır. Çətin bir qayda deyil, düzdür? Çətin çəkən oldu bu qaydada. Yox, mən Bak ilk oldu. You. Hə, internet, you və ne bildiniz? Hə,